məqamlara diqqət yetirsəz. Bu mövzunun öhdəsindən gələcəksiniz. Dediyim kimi, özünüz üçün qeyd edirsiniz, mən də burada siz üçün qeydiyyatlarınızı aparacağam. Bugünkü mövzumuzun adı nədir? Bilik və onun növləri. Gəlin görək, əziz müəllimlər, bu mövzu bizim üçün nə üçün lazımdır? Bizim nəyimizə gərəkdir? Biz bu mövzudan nə üçün istifadə edərik? Bax, əslində gündəlik həyatımızda bizə lazım olan məqamları özündə əks etdirir. Necə? Şagirdə məlumat ötürürük ya biz, danışırıq hər hansı bir mövzu haqqında. Bax, danışdığımız o məzmun hissəsi var ha, ona biz bilik deyirik. Məsələn, hamı öz ixtisasına uyğun olaraq. Bugün mən danışıram, sizə məlumat verirəm, düzdür? O bizim mövzunun bilik hissəsidir. Bilikdən danışarkən diqqət yetirmək lazımdır. Biliyi seçici şəkildə təqdim etmək lazımdır. Necə təqdim etmək lazımdır? Seçici şəkildə. Nə üçün? Öyrədici olsun deyə. Deyərsən ki, ay müəllimə, bu nə deməkdir? Bax, hərə öz fənninə uyğun olaraq kifayət qədər məlumatı var, bilir. Amma hər bildiyi şagirdinlə paylaşırsan, xeyr. Niyə? Mən nə qədər söz yığını bilirəm. Mən onu desəm, uşaq üçün qaranlıq qalaraq öyrənməsində problem olar. Deyirsən ki, seçib təqdim elə ki, şagird onu öyrədə bilsin, öyrədici xarakter daşısın. Deməli, bilik şagirdə ötürülən mövzunun məzmun hissəsində öz əksini tapır. Məzmun hissədə öz əksini tapır. Biliyi təqdim edərkən seçici şəkildə təqdim etməlisən ki, öyrədici olsun. Və biliyi şagirdə təqdim edərkən şagird aktiv dinləyici olmalıdır. Pasiv olmalı deyil. Əgər hər hansı bir testdə qarşıma çıxsa ki, şagird pasiv olmalıdır və ya müəllim danışmalıdır, şagird sakitcə dinləməlidir, denən yalan deyir. Çünki nəticə etibarilə qarşılıqlı müzakirə olmalıdır. Yəni, şagird aktiv dinləyici olmalıdır. Bunları bil, ümumi məlumat olaraq bu sənin üçün kifayətdir. Bir də ən vacib məqam nədir? Biliyin növləri haqqında məlumatlı olmaq. Çünki situativ testlərdə, qarşıma çıxan testlərin hər birində o biliyin açar məqamların sən görəcəksən. Dərsdən sonra da maraqlı testlərimiz var, göndərəcəm. Biliyin növündən danışarkən biliyin 4 növü var. Gəl görək hansılardır. Birinci deklarativdir. Deklarativ. Deklarativ bilik nədir? İlkin baza biliyidir. Nədir? Baza biliyidir. Deklarativ bilik nədir? Məlumat xarakterlidir. Məlumat xarakterli bilik. Biz bu deklarativ biliyə, əziz müəllimlər, faktoloji bilik də deyirik. Faktoloji. İndi deyəcəm. Bax, konkret olaraq əzbərçi xarakter daşıyan hazır məlumatların hamısı deklarativ və ya faktoloji biliyə aiddir. Necə? Məsələn, deyirəm ki, ilk futbolçumuz kim olub? Deyirəm ki, Sidney Olimpiya oyunları neçənci ildə həyata keçirilib? Bayrağımızın neçə rəngi var? Şah İsmail Xətai neçə yaşında taxta çıxıb? Nə bilim, Azərbaycan həmrəylik günü nə zamandır? İsmin neçə halı var? Baş üzvlər hansılardır? Türkiyənin paytaxtı haradır? Bax, konkret olaraq, əgər sənə verilən sualın cavabında net hazır məlumat varsa, yazılıb kitabda. Sən ona deklarativ, yəni faktoloji bilik deyəcəksən. Deklarativ bilik özü öz növbəsində 2 yerə bölünür. Bir, spesifik, bir də terminoloji. Bunların da kökü faktoloji məlumata dayanır, ha? Amma gəl görək nə zaman sən ona spesifik bilik deyəcəksən, nə zaman terminoloji. Terminoloji bilik o zaman olur ki, müxtəlif fənləri özündə əks etdirən terminlərlə əlaqəlidir. Hər fənnin özünə məxsus termini var, düzdür? Məsələn, deyirəm ki, uçan top mənasını uçan top mənasında nə ifadə edir? Hansı oyunun adıdır, məsələn, uçan top mənasını verir? Deyirsən ki, nə bilim, voleybol. Desəm ki, bu hansı bilikdir? Deyəcəksən deklarativ. Desəm ki, hansı növünə aiddir? Deyəcəksən terminoloji.
Və yaxud da deyirəm ki, əşyanın əlamətini bildirən nitq hissəsinə nə deyilir? Sən bilirsən ki, bunun adı sifətdir də, düzdür? Variantlarda yazılsa ki, faktoloji, terminoloji, spesifik, onda faktalojini götürmə, terminolojini götürəcəksən. Çünki konkret net olaraq o termindir. Qısacası hər fənnin özünə məxsus terminləri var. Əgər verilən sualın cavabında sənə desə ki, şagird filan suala cavab verdi. Məsələn, dedi ki, düzbucaqlının sahəsini hansı ölçü vahidi ilə ifadə olunur? Deyirsən ki, nə bilim, santimetr, millimetr. Verilən cavabda hansısa bir fənnin terminini deyəcəksənsə, buna sən terminoloji bilik deyəcəksən. Amma yerdə qalan, kökü faktolojiya dayanan nə varsa spesifikdir. Buna aiddir. Yer adları, tarix adlar, nə bilim, onun xüsusiyyətləri. Məsələn, deyirəm, ismin necə halı var? Deyirsən 6. Bu spesifikdir. Amma desəm ki, əşyanın adını bildirən nitq hissəsinə nə deyilir? Deyəcəksən isim. O terminolojidir. Ümid edirəm ki, bu faktoloji ilə terminolojini sizə başa sala bildim. Sonda ümumiləşdirmədə deyəcəm. Konkret olaraq bil ki, faktoloji bilik baza biliyidir, məlumat xarakterlidir, yəni əzbərə dayanır. Sənə verilən sualın cavabını sən net, konkret olaraq əzbər şəkildə bilirsən. İkinci biliyimiz isə nədir? Konseptual bilikdir. Konseptual. Konseptual bilik nədir, əziz müəllimlər? Konseptual bilik odur ki, artıq sənin əzbərçi xarakterli məlumatın var, faktoloji məlumatın var. Sən o faktoloji məlumatı daha biraz genişləndirirsən. Konseptual bilik artıq öyrəndiklərini dilə gətirməkdir. Fikri ümumiləşdirməkdir. Nəticə çıxartmaqdır. Bax, konseptual bilik nədir? Nəticə çıxarmaq. Özün üçün qeyd elə. Nəticə çıxarmaq, nəzəriyyə, daha sonra struktur sözünü qeyd elə özün üçün, struktur, quruluş, müqayisə etmək, təsnif etmək, sonra parafraz etmək. Parafraz nə deməkdir? Təqdim etmək, izah etmək. Bax, bunlar konseptual biliyin açar məqamlarıdır. Konseptual bilik hər hansısa baş verən prosesin səbəbini özündə əks etdirir. Niyə? Nə üçün? Məsələn, deyirəm, nə üçün? Bunun səbəbini izah elə, şərh elə, fikrini ümumiləşdir. Sonra daha bir açar məqam var, əlaqələndirmək, əlaqə yaratmaq. İki dənə faktoloji bilik arasında əlaqə yaratmaq konseptual biliyin öhdəsinə düşür. Müqayisə eləmək konseptual biliyin öhdəsinə düşür. Məsələn, deyirəm ki, isimlə sifətin oxşar və fərqli cəhətlərini müqayisə elə. Verilən situasiya hansı biliyin inkişafına şərait yaradır? Deyəcəksən ki, əlbəttə ki, konseptual biliyi. Yəni, konseptual bilik o demək ki, əziz müəllimlər, nəticə çıxardırsan, sonra araşdırma aparırsan, araşdırma nəticəsində yeni məlumat alırsan. O konseptual bilikdir. Konseptual bilik fikirlərini ümumiləşdirib dilə gətirməkdir. Sonda ümumiləşdirəcəm və sizə də suala verəcəm. Görüm o situasiyaları necə sapacaqsınız. Yəni, konseptual bilikdən əgər danışırsansa, konseptual bilik müqayisə etmək, nəticə çıxartmaq, fikrini ümumiləşdirmək, izah etmək, parafraz etmək. Bu, konseptual biliyin əsas açar məqamdır. Sabah testlərdə qarşıya çıxsa ki, əlaqələndirmək faktoloji biliyə aiddir, denən yalan deyir. Əlaqələndirmək konseptual biliyin əsas açar məqamıdır. Sonra var növbəti biliyimiz prosedural bilik. Özünüz üçün onu da qeyd edin. Görək prosedural bilik deyəndə nə nəzərdə tutulur. Adından da göründüyü kimi prosedural bilik işin icrasıdır. Proses gedir artıq burada. Prosedural. Burada tətbiq var. Tətbiq. Bax, meyar sözün harda gördün?
Meyar nədir? Ölçü deməkdir. Esse üçün meyar yazdı. Deyəcəksən ki, prosedural bilikdir. Alqoritm. Alqoritm. Ardıcıllıq. Amma bu ardıcıllıq sözünə bax ha, altına xətt çək, aldatmasın bu səni. Hər zaman prosedural bilik deyil. Situasiyalarda deyəcəm, görəcəksən. Prosedural bilik işin icrasının tətbiqini özündə əks etdirir. Burada alqoritm var, ardıcıllıq var, proses var. Təlinlik həll etmək, təlinlik həlli, misal, məsələ, fonetik təhlil, morfoloji təhlil. Bax, bunların hamısı hansı biliyə aiddir? Aid əlbəttə ki, prosedural biliyə. Prosedural bilik bir müddət keçəndən sonra avtomatikləşir fikri. Doğrudurmu? Bəli, doğrudur. Niyə görə? Çünki prosedural bilik, məsələn, deyirsən, o qədər bu misal üzərində işlədim ki, artıq gözüm öyrəşdi, əlim alışdı, avtomatikləşdi. Prosedural biliyin, əziz müəllimlər, bir açar məqamı da var. Prosedural bilikdə alqoritm ardıcıllıq var. Amma mütləq deyil ki, bəzi məqamlarda ardıcıllıq olsun. Ardıcıllıq olmaya da bilər, yetər ki, kökündə fəaliyyət olsun. Nümunələr üzrə deyəcəm, aydın olacaq. Prosedural bilikdə əgər kökü fəaliyyətə dayanırsa, sən onu şifahi şəkildə desən də, o prosedural bilikdir, yazıb göstərsən də. Məsələn, deyirəm ki, x kvadratı üstə gəlsin 2x, nə bilim, bölünsün 16, bərabərdir 25, çıxılsın x. Tənliyin kökünü mənə de. Tənliyin həlli yolunu mənə de. Kökünü deməyim. Deyirəm, tənliyin həlli yolunu mənə de. Bax, sən gəlib lövhədə yazsan da, bu prosedural biliyi özündə əks etdirəcək. Sən onu mənə şifahi şəkildə desən də, o da prosedural biliyi inkişaf etdirəcək. Və yaxud da deyirəm ki, məsələn, avtomobili necə işə salırsan? Sən avtomobili gedib işə salıb göstərmirsən, ha mənə? Gedib göstərsən də, o prosedural bilikdir. Amma şifahi şəkildə desən də, tətbiq eləmirsən. Şifahi desən də, çünki sən onu gedib edəcəksən də, yəni şifahi şəkildə desən də, kökündə fəaliyyət dayanırsa dediklərinin, buna deyəcəksən ki, prosedural bilikdir. Bax, ardıcıllıq sözünü dedim dairəyə al, ondan ehtiyatlı ol. Biri var, deyirəm ki, isimin hallarını ardıcıllıqla sırala. Qulaq as. Biri də var, deyirəm ki, avtomobili necə işə salındığı ardıcıllıqla de. Əslində situasiyalar oxşardır. Amma bir dənə yadıva sal, isimin neçə halı var, ardıcıllıqla sırala. Deyəcəksən adlıq, yiyəlik, nə bilim, təsirlik, yönlük, çıxışlıq və s. Amma avtomobili necə işə salırsan, onu ardıcıllıqla de. Deyəcəksən ki, nə bilim, birinci maşının qapısını açacam, əyləşəcəm, sonra nə bilim, D-yə atacam, sonra nə bilim, onu eləyəcəm, orası sonrasını bilmirəm. Nə isə edəcəm də, axırı bilənlər bilir. Yenə də kökü ona nə dayanır, amma çox bilmək istəyirəm, ha, Vəfa müəllimə. Bilmirəm. Bax, bilənlər bilir də, onu ardıcıllıqla sıralasan da, kökü nəyə dayanacaq? Fəaliyyətə dayanacaq. Bu da prosedural biliyin əsas açar məqamını özündə əks etdirir. Yəni, bil ki, kökü fəaliyyətə dayanırsa, şifahi şəkildə deyəcəksənsə, o prosedural bilikdir. Amma sadəcə olaraq var olanları sayacaqsansa, konkret olaraq o faktoloji bilikdir. Prosedural bilik nəticəsində alınan cavabın var, ha. Bax, o sənin faktoloji biliyin ola bilər, yeri gələrsə də konseptual bilik ola bilər. Məsələn, mən bu xətti tənliyi həll eləsəm, aldığım cavab var, ha. Məsələn, deyək ki, tənliyin cavabı 5 oldu. Bu faktolojidir. Amma buna qədər gəldiyim yol prosedural bilikdir. Bu da prosedural biliyi özündə əks etdirir. Situasiyalarda daha da aydın olacaq. Sonra ən son biliyimiz isə nədir? Metakognitiv bilikdir. Metakognitiv sözü bizə onsuz da aydındır. Biz bu sözlə tanışıq. Metakognitiv bacarıqların formalaşdırılması mövzusunda biz danışmışdıq.
Metakognitiv bilik artıq nədir? Sənin strategiyandır, sənin yolundur, sənə məxsusluqdur. Məsələn, deyirəm ki, Aygün qarşısına məqsəd qoyub ki, sertifikasiyadan yüksək bal toplamalıdır və buna görə də hər dərsdə canlı olaraq qoşulub dinləyir. Bu onun strategiyasıdır, metakognitiv bilikdir. Metakognitiv bilik həmçinin idraki prosesdir. Bax, qarşıya çıxar ki, idraki proseslə bağlı olan, bilik, hansı bilikdir öz əksini tapır? Deyilən metakognitiv. Ümumiyyətlə, metakognitiv ən üst mərhələdir. İrəliləyən günlərdə biz taksonomiya mövzusunu keçəcəyik. İdrak taksonomiyasının yuxarı təfəkkür mərhələsi ilə əlaqəlidir. Metakognitiv ən üstdür. Sənin strategiyandır, sənin planındır. Məsələn, deyirəm ki, Anar öz öyrənmə strategiyasını sinifdə yoldaşları ilə paylaşdı. Verilən situasiya hansı biliyin inkişafını göstərir? Deyəcəksin metakognitiv bilik. Metakognitiv bilik dərk edib başa düşməkdir. Bax, dərk etmək, başa düşmək konseptual bilikdə də var. Metakognitiv bilikdə də var. Biri var, deyirəm ki, himnin mahiyyətini dərk edir. Bu konseptual bilikdir. Biri var da deyirəm ki, Anar başa düşür ki, dərsə qarşı məsuliyyətsizlik etdiyinə görə nəticəsi zəifdir. Anar başa düşür ki, əgər şifahi bacarıqlarını yaxşılaşdırmaq istəyirsə, daha çox kitab oxumalıdır. Artıq Anar özü üçün bu strategiyanı seçib də. Bax, bu artıq metakognitiv biliyin formalaşmasına şərait yaradacaqdır. Ümumiləşdirirəm, ən açar məqamları deyirəm sizə, sonra refleksiyada daha da möhkəmləndirək. Bilik nədir? Şagirdə ötürülən informasiya və məlumatdır. Biliyi seçici şəkildə təqdim etməliyəm. Səbəb öyrədici xarakter daşımasıdır. Çünki biz tədris prosesində hər bildiyimizi şagirdə aşılamırıq. Bizim öyrətdiyimiz odur ki, şagird bilsin, bacarsın. Tətbiq olsun, icra olsun. Ona görə də seçici təqdim edirik. Və şagird aktiv dinləyicidir. Biliyin 4 əsas növü var. 4. Faktoloji, biz buna deklarativ bilik deyə bilərik, baza bilik də deyə bilərik. Konseptual, prosedural və metakognitiv. Faktoloji bilik əzbərçi xarakterdir. Konkret hə, yox, ona dayanır. Məsələn, deyirəm, Azərbaycan Respublikasının Konstitusiyası neçə maddədən ibarətdir? Təhsil qanunu hansı maddədə öz əksini tapır? Konkret net bir dənə cavab var da. Məsələn, deyirsən 42-ci maddədə təhsil hüququ haqqında məlumat öz əksini tapır. Var, çünki bu yazılıb, netdir. Amma deyirəm ki, məsələn, bugünkü təhsil sistemi haqqında fikirlərimi necə izah edərsən, ümumiləşdir de mənə. Bax, necə izah edərsən, ümumiləşdir de mənə. Necə sualına diqqət yetir. Fikirlərimi izah edirsən, danışırsan. Tənqidi təfəkkürümü də inkişaf etdirə bilər, ay müəllimə. O tərəfdən sanki bir sual formalaşır beynində. Deyirəm, əlbəttə ki, sabah sənə bir dənə situasiya düşər, orada biliyin növünü soruşur, təfəkkürü soruşur. Deyərsən ki, tənqidi təfəkkür konseptual bilikdir. Amma deyirəm ki, bu xətti tənlikləri necə həll edərsən? Bax, necə sualım burada da deyirəm. Artıq sən görürsən ki, burada kökü fəaliyyətə dayanır, sən iş görəcəksən. Burada prosedural bilik olacaq. Konseptual bilik 2 faktoloji məlumatı əlaqələndirmək istəyir. Konseptual bilik nəzəriyyədir, strukturdur, quruluşdur, müqayisə etməkdir, təsnif etməkdir, əlaqələndirməkdir. Dərk eləmək, başa düşməkdir. Məsələn, deyirəm ki, sözləri morfoloji təhlil et. Bu prosedural bilikdir. Fonetik təhlil et. Bu prosedural bilikdir. Amma deyirəm ki, müəllim lövhəyə yazı yazdı. Deyir ki, Əli dərs nöqtələr qoydu. Nöqtələri verilmiş sözlərdən istifadə edərək cümləni tamamla. Sən demə burada proseduraldır, mən cümlə yazacağam. Nə olsun yazacaqsan? Amma Əli dərs oxuyur. Bu konseptualdır. Sən başa düşməlisən ki, oxuyur sözüdür cümləni tamamlayan. Sənə deməyib ki, məsələn, əgər desəydi ki, Əli dərs oxuyur sözünü baş və ikinci dərəcəli üzvlərə ayır, sintaktik təhlil et, o zaman prosedural götürərdin. Amma desək ki, Əli dərs tamamlanmamış cümlə verir, deyir ki, onu tamamla, sən başa düşməlisən ki, bu hansı cümlə, söz bunu tamamlayacaq. Bu konseptual bilikdir.
Konseptual bilik dərk etmək, başa düşmək, anlamaq. Prosedural bilikdə isə alqoritm var. Sonra meyar var. Texnika var. Yəni hər hansı bir texnika var da, kökü fəaliyyətə dayanır və dediyim kimi də prosedural bilik bəzən istəmir ki, kökündə ritm ardıcıllıq olsun. Ardıcıllıq olmaya da bilər, yetər ki, onun kökü fəaliyyətə dayansın. Prosedural bilik avtomatikləşə bilir əlbəttə ki, bir müddət, bir neçə dəfələrlə edirsin, o sənin üçün avtomatikləşir və üstəgəl də prosedural biliyin nəticəsi faktoloji və ya konseptualda ola bilər. Ən son biliyimiz isə nədir? Metakognitiv bilik, bu da sənin özünlə bağlı olan bilikdir. Sənin strategiyandır, sənin metodundur, belə deyim də, özünə məxsusluq yolunda dərk etməkdir, idraki prosesi özündə əks etdirir. Həmçinin deklarativ bilikdə terminoloji və spesifik bilik olaraq iki yerə bölünür. Yer, hadisə, tarix, bu kimi məqamlar spesifikdir. Amma sənə verilən sualda aldığın cavab hər hansısa bir fənnin termini ilə əlaqəlidirsə, o spesifik yox, terminoloji bilik olacaqdır. Yəni, ümumiyyətlə, açar məqamlar çox əhəmiyyətlidir ki, açar məqamlara istinad etsək, bunun da öhdəsindən gəlmək çətin olmayacaq, əziz müəllimlər. Bax, dərsin izahı bu qədər. Ümid edirəm ki, elə də qaranlıq deyil.